Mənim əzizlərim, salam. Eman mətbəxinə xoş gəlmisiniz. Bugünkü videoda mənim əzizlərim sizin istəyinizlə bu cürdə blinçik tortu hazırladım. Çiyələklə, bananla, çox dadlıdır, ləzzətlidir və bu blinçik tortun öz fanatları var, öz azərkeşləri var. Baxaq görək bu tortu hazırlanmaqdan ötəri hansı ərzaqlar lazım olacaq? İçlik çiyələkdirsə, deməli, çiyələyi təmiz yuyuram və bu cürünə mətbəx dəsmalın üstündə sərirəm ki, bütün suyu çəksin özünə. Bizə lazımdır ki, çiyələk quru olsun. Bir qabın içinə süd əlavə edirəm, duru yağ, su, yumurta, şəkər, ağzımızda tort deyirik, xəmir şirin olmalıdır. Dolu olmayan çay qaşığı duz, vanil və un və xəmiri mikserlə qəşəngcənə çalırıq. Blinçikin xəmiri nə qədər mikserlə çox çalınsa, o qədər xəmir gözəl olacaq, təbii ki, blinçiklərdə möhtəşəm olacaq. Alınan xəmiri bölürəm 2 hissəyə. Ona görə ki, blinçik tortu 2 cür blinçikdən yığılacaq. Kakaolu və sadə blinçikdən. Kakaolu xəmiri mütləq süzgəcdən süzürəm, bax buna görə. Və artıq keçid alıram blinçikləri bişirməyə. Əvvəl açıq rəngdə olan blinçikləri bişirəm. Çalışın çox qızarmasınlar. Blinçik tortu yığılanda kakaolu blinçikdən açıq rəngdə olan blinçiklər seçilsin. Çox gözəl xəmirdir, baxın görün. Gözəl ətirlər var bu saat mətbəxdə. Vanilinliyi, blinçiklərin öz ətri. İstifadə elədiyim blinçikin dairəsi 22 santıdır. Növbə gəldi kakaolu blinçikləri bişirməyə və eyni qaydada davam edirəm. Proses uzundur deyə videonun sürətini biraz artırmışam. Blinçikləri bişirəndə çalışın xəmirini çox qatı eləməyin. Əks halda blinçikləriniz hazır olandan sonra siz onlarla işləyəndə cırıla bilərlər. Artıq blinçiklər hazır oldu və mən gözləyirəm ki, blinçiklər soysun. Bu vacibdir. Vaxtı itirmədən indi isə tortun içliyin hazırlayıram. Onun üçün çiyələyin başını belə təmizləyirəm və xırda doğrayıram. Doğramağı da göstərirəm. Mən çiyələyi bu cür xırda doğradım. Siz isə özünüz istədiyiniz kimi çiyələyi doğraya bilərsiniz. Əsas odur ki, miqdar yazdığım qədər olmalıdır. İstifadə olunan ərzaqların miqdarı həm ekranda yazılır, həm də videonun altında. İndi isə 3 bananı da təmizləyib, bax, bu cürünə doğrayıram. Videoya baxandan sonra siz özünüz qərar verin. Hazırladığınız tort 2 rəngdə blinçikdən olsun, yoxsa ki bir rəngdən.
sizin istəyinizə bağlıdır. Mənim bu blinçik tortun iki rəngdə blinçikdən görünüşü çox xoşuma gəlir deyənə bugünkü tortu iki cür blinçikdən hazırladım. Videonun əvvəlində vurğuladım ki, kanalımda blinçik tortu var. Bu tort biraz fərqlidir. Kakaolu blinçiklərdir və ananasla. Bu isə tam biraz başqa cürdür. Hazırlayanda özünüz də görəcəksiniz. İndi isə kremi hazırlayıram. 4 saat soyuducuda olan qaymağı bərkiyənə qədər çalıram. Qaymaq bərkidi, biraz da artdı. İndi isə xüsusi pendir əlavə eləyirəm. Yəni hazırladığım krem çizdir. Bu pendiri xüsusi tort ləvazimatlar dükanında ala bilərsiniz. Krem biraz da artdı, biraz da bərkidi. Yarım banka zquşonka da əlavə edib krem hazır olana qədər çalıram. Artıq krem hazırdır, budur. Başlayıram tortu yığmağa. Əvvəl gəlir kakaolu blinçik. Çəmbərdə 22 santıdır ölçü. Və bax bu ardıcıllıqla blinçikləri yığıram çəmbərin üstünə. Diqqətlə baxın, sizə elə gələr ki, çətinlik var, amma heç bir çətin məqamı yoxdur. Sadəcə olaraq blinçikləri bax bu cürünə düz büküb, düz-düzün. Blinçikləri düzüb qutarandan sonra bax indi görəcəksiniz. Mümkündür ki, bir balaca tarazlıq yaranmasın. Siz onu özünüz prosesdə düzəliş eləyəcəksiniz. Deməli, bax gəldi ağ blinçik, kakaolu blinçik. Görürsünüz ki, və mən burada düzəliş eləyirəm, bax bu cürünə ki, hamısı eyni bərabər olsunlar. Bu cürünə kremi yayıram blinçikin üstünə. Video diqqətlə baxın. Bu blinçikin ardıcıllığı bu cürdür. Birinci kakaolu blinçik qoyduq, krem yaxırıq, ikinci kakaolu blinçik gəlir və artıq bu blinçikin üstünə, yəni kremin üstünə içli gəlir. Diqqətlə baxın, çox rahatdır, çətinliyi bir yoxdur, sadəcə olaraq. Kakaolu blinçik 3 sıra olacaq. Blinçik, krem, içlik. Blinçik, krem, içlik. Yenə blinçik, krem, içlik.
Gəldi açıq rəngdə blinçiklər. Bu cürünə kremi yayıram, içli əlavə edirəm və bax belə rulet kimi bükürəm. Bükülmüş ruletləri bax bu cürünə yığıram. Bax belə hamısını doldurandan sonra təzədən krem çəkirəm və artıq başlayıram kakaolu blinçiklərlə tortumuzu bitirməyə. Eynən kakaolu blinçik, krem, içlik. Blinçik, krem, içlik. Blinçik, krem, içlik. Axırıncı, üçüncü blinçiki qoyandan sonra bax belə krem çəkirəm və bax belə tortumuzu bağlayıram. Baxın görün. Və yenə də vurğuladığım kimi bax bu düz olmayan hissəni siz düzəliş eləyirsiniz və sizin əlinizin altında bu cürünə bir gözəllik alınır. Mərkəzə biraz krem çəkirəm və çiyələklə bəzəyirəm. Çiyələkləri batırıram jeleyə, şəffaf jeleyə və düzürəm. İstənilən formada bu tortu bəzəyə bilərsiniz. Bu da gözəl, ləzzətli, dadlı, ətirli blinçik tortu. Bəh, bəh, bəh. Çətin deyil, amma dadı nəyə deyirsən dəyər. Alın, hazırlayın, ailə üzvlərinizi sevindirin. Dəqiq ölçülər, ləziz taamlar, maraqlı videolar kimin kanalında? Elmira Qadirovanın YouTube kanalında.